Bacım oğlunun doğum günü tortunu gəlin birlikdə yığaq. Birinci dəfə idi ki, qırmızı tort yığırdım, amma rəngini istədiyim kimi alındıra bilmədim, olmadı. Ya da mən nə isə düzgün eləyə bilmədim, belə alındı. Konseptimiz dəmir adamı idi. Modelini, içini bacım özü seçmişdi. Mən də bacardığım qədər oxşatmağa çalışdım. Bacılarım ümumiyyətlə mənim hazırladığım bütün tortları, şirniyyatları bəyənirlər, sevə-sevə yeyirlər, tərifləyirlər. Mən də daha da həvəslənirəm ki, onlar üçün yenə nəsə hazırlayım. O qədər olub ki, əziyyət çəkib hazırlamışam. Bir çox sağ ol belə deməyiblər. Sanki belə də olmalıymış kimi münasibət görmüşəm. Elə münasibət gördüyüm yerə təbii ki, ikinci dəfə nə özümə əziyyətə salıram, nə də əlavə xərcə. Əvvəllər çalışırdım ki, hamıya yaxşı olum, heç kimin xətrinə dəyməyim. Onun xasiyyəti belədir, onu belə qəbul edeyim. Bunun xasiyyəti belədir, bunu belə qəbul edeyim. Hər şeyi qəbul edirdim. Artıq elə deyiləm, dəyişmişəm. Düşünürəm bu yaşla, bir də adamın yaşadıkları ilə bağlıdır. İndi isə sadəcə mənə dəyər verənlər dəyərlidir mənim üçün. Mənim uşaqlarıma dəyər verən, diqqət göstərən, düzgün rəftar edənlər mənim üçün daha dəyərlidir. Və artıq insanlardan gördüyüm rəftarı onlara qaytarmaqdan çəkinmirəm və utanmıram. Bir müddət sonra gərək insanlara sizə rəftar elədikləri kimi rəftar eləyəsiniz. Doğrudan da bu çox düzgün bir yerində deyilmiş sözdür. Nə qədər ki hörmət elədin, elə sən borcluymuşsan kimi, elə eləməliymişsən kimi yanaşırlar. İndi isə keçək tortumuza. Tortumun son halı demək olar ki belədir. Siz necə, bəyəndinizmi? Necədir? Fikirlərinizi yazın, bilin. Bir də ki, tünd qırmızı rəngi alındırmaq üçün siz necə edirsiniz? Əsasən də tortçular yazardılar bizə, kömək olardılar. Biz də yararlanardıq. Ümidvaram ki, vloqumdan sıxılmadınız. Like edib komment yazsaz sevinərəm. Dəstək olmuş olarsınız mənə. Hələlik.